Salam, hər vaxtınız xeyir olsun, dəyərli dövlət qulluğuna hazırlaşan namizədlər. Bugün məlumat azadlığı haqqında Azərbaycan Respublikasının qanununu sizə izah edəcəm. İnşallah ki, faydası olar. Demək, məlumat azadlığı haqqında qanunda və dəfələrlə imtahana düşən hissələri mən sizə müzakirə edəcəm. Ümumiyyətlə, məlumat azadlığı haqqında qanun çox qısadır. İmtahana da bir sual düşür. İnanıram ki, kimsə bunu gedib səhv yazmaz. Məlumat azadlığı haqqında qanun deyəndə ilk növbədə məlumat azadlığı haqqında, yəni azadlığımız haqqında Konstitusiyada danışmışdıq. O 5 azadlığımızdan biri nə idi? Məlumat azadlığı idi ki, Konstitusiyonun 50-ci maddəsi idi. Orada nə deyirdik? Deyirdik ki, hər kəsin istədiyi məlumatı qanuni yolla, baxın, istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq, yaymaq azadlığı var idi. Bu azadlığın həyata keçirilməsi nə zaman məhdudlaşdırıla bilər? Məlumat azadlığını. Məhdudlaşma deyəndə yalnız Konstitusiya götürürük. İstifadə deyəndə, məlumat azadlığından istifadə edilmə qaydası deyəndə isə həm Konstitusiya, həm də Azərbaycan Respublikasının digər qanunlarını da nəzərdə tuta bilər. Yadda saxlayın. Bəs görək məlumat özü nə deməkdir? Dedik, məlumat təqdimat formasından asılı olmayaraq, baxın, asılı olaraq desək səhv götürürük. Dedik, təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur. Məlumatın subyektləri deyəndə kimlər nəzərdə tutulur? Bu fiziki və hüquqi şəxslərdir. Dedik ki, hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ var. Həmin o müraciət etmək hüququ da dedik ki, müraciət etmək hüququ fiziki və hüquqi şəxslərin hüquq və mənafelərini nə etməlidir? Pozmamalıdır. Yadda saxlayın. Bax, məlumat azadlığı deyəndə məlumat azadlığının prinsipləri ilə vətəndaş müraciətin prinsiplərini qatışdırırlar səhv variant olaraq. Məlumat azadlığı deyəndə baxın, hamısında nə var? Məlumatın. İki dənəsində yoxdur. Orada da hər kəsin şəxsi ailə həyat sirrinin saxlanması, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunmasıdır. Yerdə qalan hamısında baxırsınızmı, məlumat var. Yəni, belə də ən azı yadda saxlaya bilərsiniz. Sonra məlumatın əldə edilməsi üçün təminatlar var ki, məsələn, biz məlumatları o mənbələrdən təmin olunuruq, əldə edirik. Bir də mənbələr var, məlumat mənbələri, bir də məlumatın əldə edilmə yolları var. İndi bunların fərqini deyəcəm. Baxın, məlumatın əldə edilməsi üçün təminatlar hansılardır? Dövlət orqanlarıdır, bələdiyyələrdir, öz fəaliyyətləridir, qəbul etdiyi qərarlar məlumat verməsi yolu ilə. Yaxud da dövlət hakimiyyəti orqanlarının məlumat əldə etməsi üçün nə yaradır? İnformasiya xidmətlərinin yaradılması yolu ilə. Mediada, o cümlədən mətbuatda senzuraya yol verilməməsi yolu ilə. Məlumat azadlığından onsuz da demişdik ki, mediada nədir? Senzura qadağandır. Yaxud da normativ hüquq aktlarının qanunverici nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması yolu ilə. Həmçinin dedik, vətəndaşların, onların həyat və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallardır, təbii fəlakətlərdir, qəzalardır. Bununla bağlı əhaliyə məlumat verilməsi yox, dərhal məlumat verilməsi yolu ilə, həmçinin də dövlətin təhlükəsinə xətər yaradan o fövqəladə hallar barəsində yenə əhaliyə dərhal məlumat verilməsi yolu ilə. Və statistik dedik ki, məlumatlardır, kitabxanalardır, arxivlərdir, muzeylərdir. Bunlardan maneəsiz istifadənin təmin edilməsi yolu ilə dedik, nədir bunlar? Məlumatın əldə edilməsi üçün təminatlardır. İndi görək məlumat mənbələri hansılardır? Məlumat mənbələri dedik, qanuni ilə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlərdir, başqa daşıyıcılardır, medianın məlumatlarıdır, media subyektlərinin məlumatlarıdır və həmçinin də açıq çıxışlardır ki, bunlar məlumatın mənbələri hesab edilir. Və görək məlumat necə əldə olunur? Yenə burada qanuni həmən edilmiş qaydada dedik ki, məlumatlar əldə edilməsinə görə açıq və alınması məhdudlaşdırılan məlumatlara bölünür. Açıq məlumatlar hansılardır? İnternet, məsəl üçün, necə əldə edə bilərik açıq məlumatları? İnternet informasiya ehtiyatları vasitəsilə, kütləvi informasiya vasitələri ilə, rəsmi nəşrlərlə, yaxud da kitabxanalardır, ictimai mərkəzlərdir, kütləvi istifadənin mümkün olduğu yerlərdir ki, onlarda o sənədlərlə tanış olmaq üçün şəraitin yaradılması yolu ilə və fiziki və hüquqi şəxslərə dedik, təqdim edilməsi yolu ilə. Görək, bu açıq məlumatlar nə ilə tənzimlənir? Nə ilə tənzimlənir deyirdiksə, burada götürürdük bu qanun, yəni məlumat azadlığı haqqında Azərbaycan Respublikasının qanunu
informasiya etmək haqqında Azərbaycan Respublikasının qanunu, digər qanunverici aktları və müqavilə əsasında və ya müqavilə əsasında. Müqavilə nə zaman tətbiq olunur? Məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə və həmin müqavilədə mülki qanunvericiliyə uyğun bağlanır. Həmçinin də dövlət hakimiyyəti orqanlarıdır, dedik, bələdiyyələrdir ki, bunlar da müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər. Sonra alınması məhdudlaşdırılan məlumatlar bu peşədir. Peşə deyəndə 3 dənə götürürdük. Vəkil, notariat, həkim. Sonra dövlətdir, qulluqdur, bankdır, kommersiyadır, şəxsin ailə həyatına dair məlumatdır, istintaq məhkəmə sirləridir, terror aktlarına dair məlumatlardır ki, bunlar alınması məhdudlaşdırılan məlumatlardır. Bazı sual düşə bilər ki, ətraf mühitə dair məlumatlar nə zaman alınması məhdudlaşdırıla bilər? Bu dedik, qanunvericiliyə müəyyən edilmiş hallarda, bütün hallarda yox. Həmçinin də bu alınması məhdudlaşdırılan məlumatlara aid edilən məlumatların yaranan münasibətlər də dedik, tənzimlənir nəyə uyğun? Qanunvericiliyə uyğun tənzimlənir. Məlumat əldə etmək üçün sorğu veririk. O sorğuya da baxılır yenə informasiya əldə etmək haqqında qanunla. Məlumat veririksə, məlumat əldə etmək üçün müraciət ediriksə və bizim müraciətimiz təmin olunmursa, şikayət vermək hüququmuz var 3 subyektə. Bu məhkəmədir, məlumat sahibinin yuxarı orqanıdır və ombudsmandır ki, şikayət verə bilərik. Məlumatın verilməməsinin qanuni sübuta yetirmək də cavabdehin üzərinə düşür. Məsəl üçün, tutaq siz hansısa bir təhsil idarəsinə hansısa məlumatı əldə etmək üçün müraciət edirsiniz və o sizə o məlumatı verməkdən imtina edirsə, həmin o təhsil idarəsi nə edəcək? Məlumatın verilməməyinin qanuniliyini o sübuta yetirəcək. Yəni, cavabdeh odur, cavabdehin üzərinə düşür. Baxın, şəxsiyyət haqqında məlumat var. Dedik ki, hansı məlumatlar şəxsiyyət barəsində məlumata aiddir? Dedik, onun adına sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbərlər şəxsiyyət barəsində məlumatlar hesab edilir. Görək, bu şəxsiyyət haqqında məlumatlar necə toplanıla bilər? Baxın, qanunla müəyyən edilmiş qaydada toplanılır, qanunsuz, hədə-qorxu və dedik ki, hədə-qorxu gəlməklə, sonra aldatmaqla, qanunsuz yollarla toplanması nədir? Qadağandır. Şəxsiyyət dini mənsubiyyəti, əqidəsi barədə məlumatı özü könüllü təqdim edərsə toplanıla bilər. Digər heç bir halda toplanıla bilməz. Amma siyasi partiya üzvlüyü, bitərəf olması barədə məlumatlar dedik, yalnız qanunla müəyyən edilmiş hallarda dövlət orqanları tərəfindən toplanıla bilər. Dövlət orqanlarına təqdim edilə bilər. Baxın, 2 halda şəxsiyyətin onun barəsində toplanmış məlumatda hüququ məhdudlaşır. Hansıdır? Əməliyyat axtarış fəaliyyəti zamanı, bir də cinayət işinin istintaqı halları varsa, o məqsədlə toplanılırsa, onda şəxsin barəsində toplanmış məlumatlar üzərində hüququ yoxdur. Amma onlar bu 2 hal baş verməyibsə, onda dedik, şəxsin hüququ var ki, onun haqqında toplanmış məlumatlarla tanış olsun, məlumatda dəqiqləşdirmələr aparılmasını tələb etsin, yaxud da məlumat hansı məqsədlə, necə və kim tərəfindən istifadə olunmasını bilmək hüququ var. Həmçinin də fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq dedik ki, digər hüquqları da var. Yadda saxlayın ki, əgər o şəxs haqqında məlumat saxlanılırsa, yəni qanuni məqsədlər üçün toplanılıbsa və qanunvericiliyə müəyyən edilmiş müddət varsa, o müddətdən çox ola bilməz. Bax, burada dedik ki, şəxsin hüquqları hansı halda məhdudlaşdırılır o məlumatla bağlı, barəsində toplanmış məlumat, əməliyyat axtarış fəaliyyəti, bir də cinayət işinin istintaqı. Amma burada deyirik ki, o qanunvericiliyə nəzərdə tutulmuş hallarda hansı hallarda bir dənə burada 2 istisna deyil, bir istisnadır ki, həmin o halda şəxsin tutaq ki, izlənməsidir, yaxud da şəklinin çəkilməsidir, videosunun çəkilişidir, səs yazısına dinlənməsinə yəni baş verə bilər. O hansı haldır? Əgər əməliyyat axtarış tədbirləri həyata keçirilirsə, o hallardan başqa dedik, şəxsin xəbəri olmadan, yaxud etirazına baxılmadan, media subyektlərinin nümayəndələri tərəfindən, yaxud da başqa şəxslər tərəfindən izlənməsidir, videosudur, fotosudur, o çəkilişlərə, yaxud da səs yazısına və bu cür hərəkətlərə məruz qalırsa, qanunvericiliyə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmçinin də dedik, bu qanunun tələblərini pozan şəxslər qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Məlumat azadlığı çox qısadır. Bir sual düşür, ola bilər bir sual tipli, bir də situasiya tipli sual düşə bilər. Nə sualınız olsa,
videonun rəy bölməsində yazıb soruşa bilərsiniz. Həmçinin də kanalımıza abunə olsaz sizə çox təşəkkür olarıq, təşəkkür edərik. Çox sağ olun, minnəttar.